Hər kəsə salam. 9-cu sinif buraxılış imtahanında hər il demək olar ki, istifadə olunan oxşar suallardan üçünün izahını sizə verəcəm. Birinci sual köklərə aiddir. Kök 50, çıx kök 18, üstə gəl kök 8. Misal həll etmək üçün əvvəlcə kök daxilində verilən ədədləri bir qədər sadələşdirək. Kök 50-ni yaza bilərik. Kök altına 25 vur 2 şəklində. Kök 18-i 9 vur 2, 8-i isə 4 vur 2 şəklində yaza bilərik. Buradan hər birini eyni kökə gətiririk. Kök 25 kökün xaricinə 5 çıxır. 5 kök 2 çıx 3 kök 2 üstə gəl 2 kök 2. Buradan da aydın görünür ki 5 çıx 3 2 üstə gəl 2 4 kök 2 cavabımız. Növbəti sual məşhur suallardan biridir. Demək olar ki, hər il istifadə olunur. Deməli, sinifdə şagird məsələləri. Deyir ki, sinifdə olan deməli qızlar oğlanların 5də 3-ü qədərdir və sinifdə 40 şagird var. Qızların sayını tapın. Əvvəlcə baxaq. Qızların sayı oğlanların 5də 3-ü qədərdir. Tutaq ki, sinifdə x oğlan var. Oğlanların sayını x ilə işarə edək. Onda qızların sayı olacaq 5də 3 vur x. Qızların sayı olacaq. Və sinifdəki şagirdlərin 40 şagirdə, yəni oğlan və qızların cəmidir. X üstə gəl 5də 3x bərabərdir 40-a. Təlimimizin hər tərəfini 5-ə vursaq, 5x üstə gəl 3x bərabər olur 40 vurulsun 5-ə. 8x bərabərdir 40 vur 5, x bərabərdir 8 ilə 40 ixtisar gedir 5 vur 5 25-ə. Amma cavab 25 deyil, çünki biz x-i işarə eləmişik oğlanlar. Amma bizə lazımdır qızların sayı. Qızlar isə oğlanların sayının 5də 3-ü qədərdir. Yəni 25 vur 5də 3. 5 ilə 25 ixtisar gedir. 3 vur 5. Cavab 15. Növbəti sual isə deməli üçbucağa aid sadə bir sualdır. Bir üçbucağın təpədəki xarici bucağı 120 dərəcədir. İxtiyari bir üçbucaq çəkirik. Deməli bunun təpədəki xarici bucağı 120 dərəcədir. 120 dərəcədir. İndi bizə deyir ki, bu üçbucağa daxili qarşı bucaqlardan biri 35-dir. Yəni bu üçbucaqda daxili qarşı bucaqlardan biri 35-dir. Baxın, bura 35 dərəcədir. Digər qarşı bucağı tapın, yəni bu bucağı tapın. Biz də bilirik ki, üçbucaqdakı belə bir xassəyə var ki, üçbucağın xarici bucağı, yəni hər bir xarici bucağı, istənilən təpədə olan xarici bucağı özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Buna da bir alfa desək, yəni alfa üstə gəl 35 dərəcə bərabərdir 120 dərəcə. Alfa isə bərabərdir 120 dərəcə çıx 35 dərəcə. Alfa bərabərdir 85 dərəcə. Videolarımızı daha çox şagirdin görməsi üçün abunə olmağı unutmayın.